Xahiş eləmisiniz, gəlin indi bölmə sınağının izahını verim. Vacib mövzulardandır. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. Birinci sual. Yerli pulların kəsilməsi düzdür. Hökmdar ordu başçısı idi, düzdür. Makedoniyalı İskəndər imperiyasının parçalanması nəticəsində yaranıb, düzdür. Alan tayfaların hücumuna məruz qalıb, düzdür. Pompeyin yürüşü nəticəsində Roma imperiyasına asılı hala düşməsi cavab səhvdir. Niyə görə? Roma onda respublika idi. Romanın tarixi dövrü 3 dövrə bölünür. Deməli, eradan əvvəl 8-ci əsrin ortalarından 509-a qədər olacaq padşahlıq, eradan əvvəl 509, eradan əvvəl 30 olacaq respublika, eradan əvvəl 30-dan 395-ə qədər olur imperiya. 395-də də orada Feodosik Qərb və Şərq imperiyasına böləcək oğlanlar arasında. 2. Eramızın ilk əsrlərində Albaniyada şüşə qablar istehsal olunub. Kiremitdən istifadə ilk möhürlər və Makedoniya İskəndər pulları eradan əvvəldir. Yerli hökmdar hakimiyyətinin başa çatması 705-ci ildir. Əməvilər son qoyub varlığına. Albaniya əhalinin ikinci təbəqəsinə daxil idi, kahinlər. 4-cü sual, Atropatena və Mannadan fərqli olaraq Albaniya Şimali Azərbaycanda yaranıb verə bilərik. Sonra verə bilərik ki, Quldar dövrdə yaranıb feodal olaraq süqut eləyib, yaxud da feodal dövləti olub. İadəli hücumu oxşar cəhətdir, qeyri-məhdud hakimiyyətli hökmdar oxşar cəhətdir. Paytaxt atəşpərəstlik dininin mərkəzi olması Atropatenadır. Quldar monarxiya dövləti olması, elə üçü də quldar dövləti olub. Sadəcə Albaniya feodal dövləti olur, sonra erkən orta əsrlərdə. 5-də Kür sahilində döyüşdə Romalılara məğlub olub, Pompey ilə sülh sazişi bağlayıb, söhbət gedir Oroyusdan. 6-cı sual, eramızın 1-3-cü əsrlər tarixinə aid deyil. Deməli, Alan tayfaların qayçı yürüşlərinə məruz qalması aiddir. Qanıq sahilində döyüşdə Romalılara məğlub olur, eradan əvvəl 65 Kozis məğlub olur, Oroyusun qardaşı, hökmdarın qardaşı idi. Kozis hökmdar olmayıb. Yunan tanrılarına sitayiş aiddir, su dəyirmanına istifadə aiddir, Roma imperatoru ilə siyasi iqtisadi əlaqə aiddir. 7-ci sual, eradan əvvəl 3-cü əsrdə baş vermişdir. Deməli, olacaq Albaniyada yerli pulların kəsilməsi və Selevkilərin eradan əvvəl 223 Atropatenanı asılı hala salması. 8-ci sual, qədim Atropatena və Albaniya tarixinə aid oxşar cəhət Roma Respublikasından asılı vəziyyətə düşməsi olacaq eradan əvvəl 1-ci əsrdə. 9 məntiqi ardıcılığı tamamlayın deyir. Qanıq sahilində baş vermiş döyüşdə Pompeyin başçılığı ilə Romalılar qalib gəlir. Pompey yenidən Albaniya içərilərinə doğru yürüşə başlayır və Pompey albanların güclü müqavimətini görüb deməli yürüşü dayandırdı. Beyni niyə götürmürük? Qanıq Kürdən sonra olub. Bir xronologiyanı da gözləmək lazımdır. 10-cu sual, Albaniya əhalisi dini görüşləri ilə bağlı doğru fikri müəyyən eləyin. Deməli, Yunan tanrılarına sitayiş geyişəli, bir də olacaq qəbirlərdə daş heykəllər qoyulub. Heraklan şərəfinə məbəd Atropatenadadır, dirilik ağacı Mannadadır. Bu haqda deməli, Quran-ı Kərimdə Qaf və Kəf surələrində, Qaf və Furqan surələrində var. Deməli, 11-ci suala baxaq. Albaniya dövlətinin təsərrüfat həyatı və sənətkarlığına aid deyil deyir. Su dəyirmanlarına istifadə bəli aiddir. Ticarətdə pullardan geniş istifadə aiddir. Balığın piyindən sürtçü yağı içi altına yapışqan hazırlanıb, düzdür. Təsərrüfat və sənətkarlıqda qul əməyi geniş istifadə olunmayıb. Albaniyada əsas azad adamlar idi, istehsalçı qüvvə. Sadəcə olub Herodullar, məbəd qulları deyildi və tarixçilər düşünürlər ki, bunlar daha çox özlərini belə öz istəkləri ilə, yəni məbəd təsərrüfatına işləyiblər, yəni məcburi olmayıb, ona görə deyil səhvdir. Üzümçülük, şərabçılıq mühüm yer tutub, düzdür. 12 xronologiyadır. Xronologiyanı çalışın, belə deyək də, məntiqi ardıcılıqla tapın, təxmini xronologiya. Həmçə bunu demişəm. Əvvəlcə olacaq Albaniyada ilk dəfə yazının yaranması, dövlətin yaranması ilə də eradan əvvəl 4-cü əsr. Albaniya Romadan asılı qəbul etməsi eradan əvvəl 1-ci əsr. Alan tayfalarının yürüşləri 72-74-də ən böyüyü 1-ci əsrdə başlayıb. Qobustan kitabəsi də 1-ci əsrdə, amma o Domisianın germanik titulu ilə bağlıdır, 84-96-cı illərə düşür.
13 Albaniya dövləti Erdən və 66-cı ildə Kürd döyüşüdür. Eramızın 72-74-dür. Alan tayfalarının yürüşüdür. 84-96 Qobustan kitabəsi. 14 Pompeyin başçılığı ilə Romalıların Albaniya hücumda məqsədi Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək. 15-ci suala baxırıq. Eylerven diaqramına əsasən uyğunluğu müəyyən eləyin. Erdən və 1-ci əsrdə hakimiyyətdə olub hər ikisi. Qanıq döyüşündə Albanlara başçılıq eləyən Oroysun qardaşı idi. Beyni atırıq. Roma sərkərdəsi Kozis idi. Pompey ilə sülh bağlayıb Oroys. Kanidin yürüşündən sonra Romadan asılı olub Zobir, Erdən və 36-cı il. Adrian bizim eradır. Bunlar hər ikisi Erdən əvvəl olduğuna görə yeni də atırıq. Baxın, beyni və yaxud da yeni atanda görürsünüz cavab qalırdı. Delbəndi. 16-cı sual qədim Albaniyanın 2-ci əsr tarixinə aiddir. Roma imperatoru Adrianla deməli diplomatik əlaqələrin saxlanması. 17-ci sual qədim Albaniya dövləti Erdən və 1-ci əsr tarixinə aiddir. Olacaq Romalıların sülh imzalaması. Oroys bağlayıb. Alban hökmdarı ilə bağlı sxem Oroysdur. Pompey ilə döyüşüb. Bir də Zoberdir. Erdən və 36-da Romaya tabi olan hökmdardır. 19 uyğunluq gözlənilmişdir. Deməli olacaq C bəndi Mingəçevirdə aşkar edilmiş katakomba qəbirləri aiddir 1-3-cü əsrlərə. Bu alan tayfalarının yürüşü ilə bağlı idi. 20-ci sual Eradan əvvəl 1-ci əsrin 60-cı illəri Albaniya tarixi üçün səciyyəvidir. Roma ilə sülh müqaviləsini bağlayıb, Pompey ilə bağlayır. Deməli 21 hadisə nəticə düzgün verilib deyil. Kənardan gətirilən pullar tələbatı ödəmir. A bəndidir. Albaniyada yerli pullar kəsilir. İskəndərin puluna oxşar. 22 Kürd döyüşündən fərqli olaraq Qanıq döyüşündə Qanıqda Kozis başçılıq edib. Pompeyin qalib gəlməsi ikisinə də aiddir. Deməli, Oroys şeydə idi, Kürdə idi. 23 xəritədə verilmiş qədim şəhərlərimizin tarixinə. Burada axı bir dənə şəhər verib. Qəbilə şəhəridir. Qəbilə şəhərinə olacaq ki, ərazisində Albaniya dövlətinə aid pul dəfinəsi tapılıb, ulduzla verilib. Bir də olacaq ki, Erdən və 1-ci minilliyin 2-ci yarısında paytaxt şəhərə çevrilmişdir. 24 Xronoloji ardıcılığı müəyyən eləyin. Əvvəlcə Şimal Azərbaycan yaşayan tayfalar Alban adı ilə birləşib. Həmin o tayfalar Əhəməni qoşununda İskəndərə qarşı da vuruşub Erdən və 4-cü əsrdə. Pompeyin Albanlar üzərində hiylə edərək qələbə qazanması Erdən və 66-65-dir. Sonra Kanidinin Albaniya İberiyanı silahla salması Erdən və 36-dır. Alanların Albaniya qarşıcı yürüşləri bizim eranın 72-74-dür. 25 Albaniya dövləti Erdən və 1-ci əsrin 1-ci yarısına aiddir. Yerli kəsilmiş pullardan istifadə edib 2. Bir də Roma sərkərdəsi ilə sülh müqaviləsi imzalayıb 3. Alan tayfaları bizim eradır. Roma imperatoru ilə dostluqda elə bizim eranın 2-ci əsridir. Albaniya mədəniyyətinə aid deyildir. Demək, ictimai binaların üzərinə kirəmitlə örtülüb düzdür. Daş heykəllər inşa edilib düzdür. Keriftoda dini ayinlər bu Albaniyaya aid deyil, Atropatenadır. 3-ü götürürük. Bütpərəstlik geniş yayılıb düzdür. Deməli, Aqnazana Atropatenanın şəhəri olub. Əsas şəhərlər nə idi? İri daş sütunlardan ibarət saray inşa olunub. 27 uyğunluğu müəyyən edin. Atropatena dövləti Roma sərkərdəsi Antoniya qalib gəlib. Erdən və 36-da Albaniya ərazisində Zevs, Helios, Selena sitayiş vardı və Roma imperatoru Adrianla dostluq əlaqəsidir. Qavqamelada tayfalar olub, dövlət yox idi. Baryaks üsyanı da Atropataya yatırıb, yenə dövlət yox idi. Situasiyaya baxaq, Albaniya çarı Oroys Metel Kellerin üzərinə yeridi. Oroys deməli qoşunun başqa bir hissəsini Pompeyin 3-cü bir hissəsini də Luki Flakın üzərinə göndərdi. Müvəffəqiyyət qazanılacağı təqdirdə Albanlar Romalıların hər bir düşərgəsinə ayrılıqda Güney Pompeyin ordusunu hissə-hissə məhv etməli idi. Lakin Metel Keller həmləni dəf etdi. Luki Flakın vəziyyəti bir qədər çətin oldu. Bu zaman Pompey birbaşa Oroysə tərəf hərəkət etdi. Lakin Romalılar üzbəüz sahilə keçmədilər, hücum dayandırıldı və Pompey Albanlarla barışıq sazişi bağlamağa məcbur oldu. Görək situasiya nədir? Bəhs olunan döyüşün tarixi olacaq Erdən və 66 Kürd döyüşündən söhbət gedir.
Romanın idarəçiliyi quruluşu dedik ki, respublika idi. 30-cu sual Pompeyin Albaniyaya yürüşünün nəticəsi. Yürüşün nəticəsi bu olur ki, Alban qoşunları məğlub olur. Alban hökmdarı sülh imzalayır. Sonra Albanlar ciddi müqavimət göstərdiyi üçün Pompey geri çəkilməli olur və Xəzər dənizinin sahillərini tutmaq istəməsi planı baş tutmur.